Gəlin bir-bir göstərəcəm sizə indi. Hamıya salam, kanalıma xoş gəlmisiniz əzizlərim. Kimin belə qızıl anası var, yumurta pomidor hazırlayıb mənim üçün, işə gecikirdi, amma yenə də mənə hazırladı və burada sizə bulka da göstərdim və bir tikə qara çörək və pendir. Eyni zamanda çox xahiş edirəm, irad bildirməyin ki, çox suludur. Mən bol pomidorlu sevirəm. Biz bizim tarlanın soyulmuş pomidorlarından istifadə edirik. Sonra yadıma düşdü ki, yumurta pomidoru necə xiyarsız yeyə bilərəm, bunun mümkünatı yoxdur. Oturdum yeməyi, nənəmlə danışmıram, ona görə ayrıca qapını bağladım. Sözlərimiz dünənləri çəp düşüb. Düzü qəbul eləməyən insanları sevmirəm. Həqiqətən hər şey bizdən tələb eləyir. Elə bil onun ətrafında ancaq bizik. Biz görmürük, biz ən pisi, biz hər şeyi. Mən sadəcə anlamıram bunu. Mənə deyirdilər ki, yaşlı insanlarla yaşamaq çox çətindir. Mən də buna inanmırdım, amma indi başa düşürəm ki, bu dəhşət çətindir. Biz nə qədər etsək belə, yenə də biz yaxşı ola bilmirik. Ona görə mən qərar verdim ki, heç nə eləməyim. Onsuz da ki, mən ümumiyyətlə yaxşı ola bilmirəm. Siz belə bir şey yaşamısınızsa, mənlə bölüşün, zəhmət olmasa rəy bölməsində. Çünki bilmirəm artıq, doğrudandır. Deməli, mama alıb sevimli dadın krakovski kalbasası. Çox ləzzətlidir, sevilir. Kalbasa grill belə. Dadına baxmamışıq, dadına baxacağıq. Və bu janina kilo ilə alıb. Biz sevirik. Dadlıdır. Dünənki gün heç nə maraqlı bir şey olmadı. Ona görə qərar verdim ki, bugünləri vlogu davam edeyim. Bilirsiniz, uşaqlıq şəkillərimi göstərmək istəyirəm sizə, albomları. Düzü hamısını göstərə bilməyəcəm, çünki məndən əlavə 100 nəfər orada düşüb. Amma ki, çalışacağım, orada mən təkəm. Uşaqlığımı biraz görəsiniz, məni biraz tanıyasınız. Çox insanlar istəyirdi bunu. Bu albomlarda əslində gərək albomları dəyişək, amma o vaxtın albomları qalıb, ürəyim də gəlmir. Gəlin bir-bir göstərəcəm sizə indi. Sevdiyim Mişka idi və bu don üçün ölürdüm. Çox bəyənirdim də bu donu həqiqətən. Bu vazanı da hardasa 2-3 ildir sındırmışam. Bizdə nəsildən nəsilə keçən vazadır. Götürdüm, sındırdım ona, hiçbir şey. Və belə qız olmuşam. Görürsüz də belə dəbli idim. Saçlarımı belə yığırdılar. Şortik mortik geyinirdim. Pozlara baxın. Bu şəkil əslində yadımda deyil, düzü. Amma ki, yəni indi gördüm. Aristokrat qanı yeyilə bilir. Bu mənim sevdiyim Utçika idi. Heç bilmirəm hardadır. Kuxna idi. Burada çırka getmişdi. Bu mamadır. Çırka getmişdi. Yanımda dayım qızı, dayım arvadıdır. Onları göstərmirəm. Bu da mən. 1-ci sinifə getmişdim. Dəhşət görsənir ki, yəni getmək istəmirdim. Müəlliməmi göstərmirəm, ona görə belə biraz çəkirəm sizə. Burada otağımdayım. Mama gel mənə belə don alıblar. Mən belə pozları görürsünüz, çox sevirdim. Burada McDonald's'da ad günü keçirməyə getmişdik. Bu da həmən donda mən, başımda broş. Bu da mən nənəmgildəyəm. O şəkli görürsünüz də nənəmlə babam, o birisi tərəfdə də babamın atası. Onların şəklidir. Bu da mən. Burada kamin idi, həmişə qızırdıq, çox gözəl bir ev idi. Bu da mən və balaca dayım oğlu. Yadınızdadır, muğbank çəkirdim dayım oğlu ilə deyə, budur. Bu da mən nənəmlə. Həmən evdədir, göstərdiyim kamin. Burada da bağçadayım, yox, məktəbdəyəm, ya hardayam, bilmirəm. Hansı bir Zoluşkanı oynuyordum, nə oynuyordum. Qışa aid neysə deyə, yadımda deyil. Vannada durmuşum, saçımı darayırdım, neyinirdim, bilmirəm, tutub məni. Dayım qızın bağlayıram, bilmirəm, göstərmək olar ya olmaz. Bu da mənim yanındakı. Deyə mama, nənə, baba. Lop körpəliyimi istəyirsinizsə, burada da lop çıxmışam, deyə mən. Alın. Nanı ləsəmər. Olmağa hazırlaşıram. Mənim kök olduğuma inanmayanlar. Buna baxın, qarnıma baxın, siz can. Necə yəni, burada uca 60 neçə kiloydum ya. Mamanın cavanlıq şəkli çıxdı. Burada uca arıqlamağa doğru gedirdim, babamla rəqs eləyirdim. Amma ki, yenə də görürsüz də iriyəm. 65 idim, nə idim orada uca, arıqlayırdım uca artıq. Da dayımla anam, prosta ki, bilmirəm göstərmək olar ya yox.
işi ilə bağlı da xəbərim yoxdur. Bu mənəm uca arıqlamışam. Görürsüz, yəni fərqi. Orada ən kök vaxtım deyildi hələ. Onu tapacağam, sizə göstərəcəm. Bu uca mənim 18, düz 18 yaşım var burada. Gəlin axırıncı şəklimi göstərəm. Bu mama ilə mənəm. Burada düz 18 yaşım var. Bu mamadır. Belə. Hamıya hello. Bugün ilk yeməyimi biraz gec etdim. Açığı çox acımışdım. Özümə qara çörək, ləzzətli bujanina və kolbasa hazırladım. Belə sadə yeməkləri çox sevirəm demişdim. Xüsusilə də ac olanda lap başqa cür dadlı gəlir. Mən insanları başa düşmürəm. Hansılar ki kahıdır, xiyardır, pomidordur, tərəvəzdir, heç nəyi sevmir. Mən onlarsız qala bilmərəm. Mən onlarsız yemək yemirəm ümumiyyətlə. Yəqin ki, həmişə görürsüz ki, hər yeməyimin qabağında xiyar da var, tərəvəz də var, pomidor da var, hər şey var. Səhər yeməyində də dəhşət doğğa istədim. Doğğa həqiqətən çox sevirəm. Həm yüngülü olur, həm də çox doyumludur. Xüsusilə də evdə hazırlanan anamın doğğası. Belə doğğa hələ yeməmişəm. Daha doğrusu yemişəm evimdə. Bir də ki, sözümü çatdırmaq istəyirəm ki, mukbang istəyənlər çalışacağam yaxında maraqlı bir dənə mukbang çəkim. Bir dənə vaxt dedim edəcəm. Gördünüz, mən dedim ki, tərəvəzsiz mən yemək yemirəm. Xiyar əlbəttə ki 100%. Mama alış-verişlə gəlir. Bizə 6-cı gün qonaqlar gələcəklər. Mama da nəsə aldı, xırda xuruş. Deməli, koladır burada. Zero aldı. Onu mənə çəkilişlər üçün alıb. Çünki ən çox sushi falan yeyəndə xoşlayıram kolanı. Burada Natura ən sevdiyimdir. Bunu həmişə alırıq. Qonaqlar gəlir, gəlmir. Biz sevirik. Qara çörək mayasız 100 dəfə göstərmişdim. Burada bancel qaroşuq, yəqin ki, stoliçni paytaxt salatı eləyəcəyik. Hər şeyi sizə çəkəcəm, necə hazırlayırıq. Nənəm hələ ət piroqu eləyəcək. Sizə reseptləri falan göstərəcəm. Bu xama. Və mənə demişdilər ki, hansı mayonez istifadə edirsiniz. Ümumiyyətlə, Slabadanın bu mayonezini çox sevirik. Ümumiyyətlə, burada alifka ilədir. Alifka nə idi? Zeytunlu. Zeytunlu. 2 dənə aldı, çünki mənsiz gedəndə çox daşıya bilmir, yəni normaldır. Çələk aldım, biraz yığa bildim orada. Çeki göstərəcəm. Burada pomidordur. Burada badımcandır, çünki 3 bacı dolması eləyəcəklər, badımcan dolması. Biz badımcan dolması həmişə demişik. Mənə 100 dəfə düzəldiblər ki, badımcan dolmasıdır. 3 bacıdır. Burada bibərdir. Qiymət nə elədi? Hər şeylədir 24 manat 26 qəpik. Burada piroq üçün hazırlıqlar gedir. Əti qaynadırıq. Mən göstərəcəm necə eləyirik. Ət piroqudur. Tatarlarındır, yalan demirəmsə. Tatardır. Və burada 3 bacı üçün biz belə eləyirik. Kimsə qızardır, kimsə nə. Amma bura elə göyərtidən nə əlavə eləyirik amma? Reyhan əlavə eləyirik biz. Mənə belə xoşdur. İndi mukbanga hazırlaşıram. Dedim sizə düzülüşü göstərim. Sushiləri yerdim. Özü Dino sushidən çox ləzzətli idilər hətta. Və momentdən istifadə eləyərək siz düzülüşə baxın, mən də soruşum. Mənə maraqlıdır ki, siz vloqlarda nə görmək istəyirsiniz? Bu günləri biraz uşaqlığımı göstərdim. Qarderobun yığılmasını göstərəcəm sizə. Hansı paltarları atacağam və yaxud da verəcəm. Onları heç, makiyajı falan filan onları göstərəcəm. Ondan əlavə siz vloqlarda nə görmək istəyirsiniz? Mənə hətta çoxları yazmağa başladı ki, mukbang çək, mukbang çək. Amma nədənsə vloqlar niyəsə daha çox və qat-qat çox baxış və qat-qat çox like yığır. Bu kanalda məsələn gözləntiniz nədir? Mənə çox önəmlidir ki, mən istəyirəm ki, biz bir yerdə böyüyək. Gündən-günə onsuz da takipçilərimiz maşallah artır, baxışlarımız artır. Mən ümumiyyətlə 900.000 baxışdan başlayırdım. İndi bizdə 4K, 13K baxışlarımız var, 10K baxışlarımız var. Buna da görə sizə təşəkkürümü bildirmək istəyirəm. Özü böyük təşəkkür bildirmək istəyirəm. Sizsiz mən yoxam. Siz onu bilirsiniz, onu özümdə gözəl bilirəm və sizin dəstəyinizə böyük ehtiyacım var. Ona görə bir daha momentdən istifadə eləyərək xahiş eləmək istəyirəm ki, əgər sizə əziyyət deyilsə, like edin, rəy bildirin, ümumiyyətlə takibdə deyilsinizsə takib atın ki, mənim də həvəsim olsun ki, gündən-günə sizə gözəl vloqlar, videolar, mukbanglar çəkim. Və kimlər mukbanga görə narahatdır, çoxları da mukbang istəyir, mən anlayıram, mən bilirəm, baxışlar vloqlar daha çox yıxsa belə, mukbang
gözləntilərinizi anlayıram. Ona görə mukbang səhifədə olacaq. Narahat olmayın. Hətta yaxında olacaq bir neçə günə mukbang söz verirəm ki, hazırlayacağam sizin üçün. Sushiləri belə formatda düzdüm. Məncə çox gözəl alındı. Çalışırdım ən azından bunu eləməyə. Belə düzülüşə məndə ən azı 20-25 dəqiqə dəqiq gedir. Hər şeyi kəsənə qədər, soya sosunu tökənə qədər, bunları qoyana qədər kadra 100 dəfə baxıb dəyişirəm onsuz da ki. Oturmuşam, ürəyim kukuruzu istədi. Bilməm, uşaqlıqda topbuş yemişdiniz. Bu konkret ona oxşuyur. İqruşkalar çıxır deyə. Çox tatlıdır. İran mağazasında aldıq. Hərdən belə şeylər yeyirəm, çox az halda.